deyir İmam-ı Səccad əleyhissalam, deyir mən xəstə idim, xeymədə, çadırda uzanmışdım. Bir də gördüm bir nəfər əlimdən, ayağımdan möhkəm tutub öpür. Belə başımı qaldırdım, gördüm ki, qardaşım Əli Əkbərdir. Dedim, Əli, nə iş görürsən? Dedi, qardaş, səndən xudahafizləşməyə gəlmişəm. Gəlmişəm səndən vidalaşım. Niyə? Dedi, səhabələr hamısı şəhid oldular, atamız indi meydanda tək qalıb. Qardaş, gedirəm meydana, gəldim səndən xudahafizləşim. Gəldi ağanın yanına, izn istədi. Deyirlər, səhabələr izn istəyəndə, başqalar izn istəyəndə ağa o qədər ah çəkmədi. Amma Əli Əkbər ağa izn istəyəndə elə ah çəkdi, elə ah çəkdi. Şeyx Şuştəri yazır ki, elə bil canı, ruhu az qaldı bədənindən ayrılsın. Dedi, Əli, sən də gedirsən meydana. Onda deyir, dedi, get anonla, yaxınlarınla, ailənlə, uşaqla vidalaş. Gəldi, deyir, xeymələrə qadınlar çıxdılar. Atının adı Üqab idi. Üqabdan düşdü yerə. Deyir, qadınlar çıxdılar, uşaqlar çıxdılar, başladılar Əli Əkbər ağa ilə vidalaşmağa. Bəzi alimlər deyir, xanım Leyla Əli Əkbər ağanın anası olmayıb Kərbəlada, amma bəzi alimlər deyir ki, olub. Hər halda xanım Leylanın dilindəndir. Elə gözəl, Peyğəmbər oxşuyurdu da Həzrət Peyğəmbərə. İmam Hüseyin ağa özü buyururdu ki, mən Peyğəmbəri görmək istəyəndə oğlum Əli Əkbərə baxırdım. Meydana yola salanda dedi, ilahi sən şahid ol günan ki, Peyğəmbərə bənzər övladımı göndərirəm. Deyir, o meydana gedəndə baxdılar, gördülər, ağa oturur, durur, oturur, durur. Sanki ən böyük imtihanlarından birini yaşayır. Deyir, gəldi, xanım Leylanın dilindən şair gör, nə gözəl nəzmə çəkib. Baxdı, deyir, Əli Əkbərə, dedi, Əli, getmə, biraz qabağımda yeri, sənin rəna qəddi və təmaşa eləyir. Yaradanda oğul Allah səni ziba yaradıb. Xanım Leylanın dilindəndir. Sərvi azadə kimi qəddüvü rəna yaradıb. Hüsnüvi əhsən edib, nəxşüvi layiqli çəkib. Xulqüvi, məntüqüvi, məzhər-i taha yaradıb. Üzüvə kim baxa Peyğəmbərə yollar salavat. Bu cəmali, o cəmalə özü həmta yaradıb. Bu gözəl gözlərə baxdıqca gözüm roşən olur, Əli, əzəli qüdrət əcəb didə-i şəhla yaradıb. Kim doyubdi gül üzündən bala ta mən də doyum. Sevgilim, səndə xuda sevməli sima yaradıb. Baxasan aynəyə, aşiq olarsan özüvə. Dəsti xilqət səni ayinə-i təqva yaradıb. Nə rəva əhli məhəbbət mənə Leyla deyələr. Sözə bax. Nə rəva əhli məhəbbət mənə Leyla deyələr. Eşqidə həq məni Məcnun səni Leyla yaradıb. Belə tez-tez qədəm atma, evimi yıxma bala. Görürsən ayrılığın xeymədə qovğa yaradıb. Eşqi xəyyatı əcəb qəddü və xoş camə biçib. Boyuva ağ kəfəni xələt-i ziba yaradıb. Xoş günün xatirəsin əhli vəfa atmaz oğul. Bu əcəb sözdür keçən günlərə gün çatmaz oğul. Oğul, bundan sonra səni deyib, oxşuyub ağlayacam. Deyir, getdi meydana. Meydana gedəndən sonra biraz keçdi, qayıtdı. Qayıtdı, dedi, ya əbətə əl-ətəş. Atacaq, yandım susuzdan ata. İmam Hüseyin əleyhissalam deyir, oğul, mən sənin üçün neyniyim? Sən məndən bir şey istəyirsən, amma mən sənə verə bilmirəm. Deyir, amma bunu eləyə bilərəm. Gətir dilüvü qoy dilimə. Bəlkə biraz susuzluğun gedə. Deyir, sonra ayrıldı ağadan, getdi meydana. Meydana gecəndən sonra deyir, o məlunlarla vuruşdu. 100-dən çox adam öldürdü Əli Əkbər ağa. Deyir, bunu mühasiri aldılar. Alandan sonra başladılar buna daşqalaq eləməyə.
Biri qılınc zərbəsi vurur, biri ox vurur, biri nizə vurur. Deyir, Əli Əkbər ağa atın üstündə taqətdən düşdü. Taqətdən düşəndə alıblar mühasirəyə, bütün qan içərisində yerə yıxıla bilmir, yerə yıxılmaq istəyir, amma qeyrəti qoymur ki, atdan yerə yıxılsın. Deyir, bir də onda gördülər ki, ağa əlləri ilə atın boynunu qucaqladı bu cür. At deyir, istədi düşmənlərin arasından çıxa, gedə. Deyir, elə düşmənlərin arasından çıxmaq istədikcən düşmənlərin içinə girirdi at. Düşmənlərin içinə girə-girə də deyir, o məlunlar ki, mühasirədə ətrafda var idi. Əlində hamısının qılınc var idi. Atın üstündə Əli Əkbər ağa boynunu, atın boynunu qucaqlayan halda deyir, biri qılınc vurur, biri qamçı vurur. O da deyirlər, fəqət təuhu irbən irba. Doğradılar, tikə-tikə doğradılar Əli Əkbər ağanı. Onda deyir, ağanın səsi gəldi ki, ya əbəta, xanım Zeynəb deyir, Hüseynin gördüm rəngi qaçdı. Dedi, Hüseyn niyə rəngin qaçdı? Dedi, Əkbərin səsini eşitdi. İmam Hüseyn əleyhissalam durdu, deyir, qəzəbli şir kimi gəldi meydana. Meydana gələndə gördü ki, Əli Əkbər ağa yıxılıb. Düşmənlərin hamısını çəkdi bir tərəfə. Deyir, gördü ağanın cəsədini. Cəsədini görəndə ata minmişdi, atdan düşdü, gəldi. Bir neçə addım qalmışdı Əli Əkbər ağanın cənazəsinə. Tarix yazır ki, ağa gedə bilmədi, dizlərin vurdu yerə. Vurdu yerə, başladı Əkbərin cənazəsinə sürünə-sürünə getməyə. Deyir, gəldi cənazəyə baxanda, baxdı, dedi, Əli vələdi, Əli vələdi, oğlum Əli, oğlum Əli, oğlum Əli. La la'netullah alel kavmi zalimin.